Burada yenə A, B, C haqqında məlumatlar var. Bunların hərəsinin proton və elektron sayı verilib. Proton elektron sayı verilib. Əgər proton elektrona bərabərdirsə, bu atomdur. Fərq varsa da deməli iyondur. Bunu belə yadda sal. İndi A haqqında baxaq məlumata. Dəqiqə A. A-nın protonu N-2-dir. Protonu proton yerinə yazıram. Elektronu isə N+2-dir. Deməli, fərqlidirsə bunun yükü var. Yükü necə tapıram? Protonla elektron çıxıram. N-2-dən çıxıram N+2-ni. Bərabərdir. N-2 qabaqda mənfidir deyə işarə dəyişir. N-2. N-lər ixtisar gedir. Yük tapıram ki, -4-ə bərabərdir. A haqqında yazdıq. Keçirik B-yə. B haqqında məlumata. B-də protonda N-dir, elektronda N-dir. Deməli, B atom vəziyyətindədir, ion vəziyyətində deyil. B elə atom vəziyyətindədir. 2 var idi, silinir. Keçirik C haqqında məlumat yazıram. C. Proton sayı N, elektron sayı N-2. Deməli, fərqlilik var, yükü var. N-dən, protondan elektronu çıxıram. Çıx N üstə gəl 2. N-lər ixtisar gedir. Yük olur -2. Və tapdım. İndi mənə nə deyir? Neytral atomdur. Neytral atomdur. Aiddir B-yə. Yəni, bura. Neytral atomdur. B atom vəziyyətindədir. Çünki proton sayı elektrona aiddir. İkinciyə. Bu ikincidir. İkinciyə aiddir B. A. Dəqiqə. İkinciyə aiddir A. Kation. Kation hansıdır? C-dədir. Kation üçüncüdə C-yə aiddir. Çünki yükü müsbət olan kationdur. Aniondur. 1-ə aiddir. Çünki yükü mənfi olan aniondur. Kation B-də. Uşaqlar, üzr istəyirəm. Kation B-dir. Amma anion C-dir. C 1-ə aiddir. Yükü 4 mənfidir. Bu da A-ya aiddir. D birinciyə aiddir. 2 elektron verib. 2 elektron C verib. Çünki yük üstəgəl olanda vermək deməkdir. Bu da Y. Deməli, 1-ə C, D, 2-yə A, 3-ə B, Y. Aid oldu. Deməli, C, D, A, B, Y, D variantı.